İmam Hüseyin əleyhissalam Yezidə beyət etməkdən boyun qaçırır. Deyir, mənim kimsə onun kimsinə beyət etməz. Sonra bir kəlam buyurur. Deyir, inna lillah və inna ileyhi raciun. Biz Allahdanıq və Allaha qayıdacağıq. Bu, adətən ölüm xəbəri eşidəndə, böyük bir müsibət baş verəndə bunu deyirlər. Quran ayəsidir. Biz Allahdanıq və Allaha qayıdırıq. Və aləl İslamissalam. İslamın Fatihəsini gərək oxuyasan. Gərək vəssalam deyəsən İslama. Niyə? İzə buliyyətil ümmətu bira'in mislə Yezid. Ümmət Yezid kimi bir başçı ilə imtihan olunursa, onda gərək İslamın Fatihəsi oxunsun. Yəni, iş bu qədər ciddi idi. Yəni, İslamın məhv olması, yox olması mövzu idi. Mövzu bu idi. Deyir ki, əgər Yezid gəlirsə, onda gərək İslamın Fatihəsini oxuyasan. Və ləqəd səmi'tu cəddi Rasulallah. Mən cəddim, babam Peyğəmbərdən, Rasulullahdan belə eşitdim. Buyurdu ki, əl-xilafətu muharramatun alə ali Əbi Sufyan. Xilafət Əbu Sufyan ailəsinə haramdır. Fəizə rəaytum Muaviyyətə alə minbəri fəbqaru batnahu. Muaviyyəni mənim minbərimdə gördünüz, qarnını yırtın. Və qad rəahu əhlül Mədinə aləl minbər. Bəli, Mədinə əhli o Muaviyyə Mədinəyə gələndə Peyğəmbərin minbərinə çıxdı. Peyğəmbərin minbərində Mədinə əhli onu gördü. Amma fələm yəbqaru. Amma Peyğəmbərin göstərişinə əməl etmədi. Qarnını yırtmadı. Fəbtəlahumullah biyezid əl-fasiq. Allah da ümməti, Mədinə cəmiyyətdə ümməti Yezid kimi bir fasiqlə bəlaya mübtəla etdi. Bax, bu İmam Hüseyin əleyhissalamın o baş verəcək təhlükə barəsində verdiyi xəbərdir. Ki, yəni, Yezidin gəlişi İslamın sonu deməkdir. İmam Hüseyin əleyhissalam ona görə qiyamı ilə İslamı xilas etdi, nicat verdi İslama. Yoxsa İslam elə Yezid İslamı kimi, Bəni Üməyyyə İslamı kimi bizə gəlib çatardı.